Salam, İki Sahil İnternet Televiziyasının efirində xoş gördük hər birinizi. Bugün də aktual xəbərlərlə qarşınızdayıq. Azərbaycan dövlətinin sosial siyasət prioritetlərinə və mövcud qanunvericilik çərçivəsinə uyğun olaraq işğal dövrünün başa çatması ilə əlaqədar məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial mexanizmlər yenidən tənzimlənir. Yeni hüquqi qaydalara əsasən işğaldan azad edilmiş ərazilərə köçürülən, habelə təklif olunan köçürülmədən imtina edən şəxslərin məcburi köçkün statusu həmin andan etibarən dəyişir və itirilmiş hesab edilir. Sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra 3 il müddətinə davam edir. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilir. Dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir. Azərbaycan böyük qayıdış prosesini yalnız keçmişin nəticələrinin aradan qaldırılması kimi deyil, gələcəyin qurulmasına yönəlmiş milli inkişaf layihəsi kimi həyata keçirir. Bu siyasətin əsas məqsədi isə doğma torpaqlarına qayıdan vətəndaşların təhlükəsiz, təminatlı və perspektivli həyat qurmasını təmin etmək, regionlarda dayanıqlı inkişafı möhkəmləndirmək və gələcək nəsillər üçün güclü sosial-iqtisadi təməl formalaşdırmaqdır. Qeyd edək ki, bu və ya digər aktual xəbərlərlə İki Sahil Az Xəbər portalı vasitəsilə tanış ola bilərsiniz.